Əli Ağayev təqdim edir. Dostlar salam, hər vaxtınız xeyir olsun. Yoldasan podkast verilişimizin növbəti buraxılışında hər birinizi salamlayıram. Bizim bu yaxınlarda Şuşada çəkilişimiz oldu. Yoldasan komandası ilə bir yerdə biz Şuşaya səfər etdik və hava avtomobilləri Tank 500, Tank 300 bu yürüşdə bizə köməklik göstərdilər. Eyni zamanda bir daha hava rəhbərliyinə bu çəkilişdə bizə göstərdiyi köməyə görə burada minnətdarlığımı bildirirəm. Biz əsasən yürüşümüzün əsas məqsədi tank avtomobillərini uzaq məsafədə həm test etmək idi və eyni zamanda avtomobillərin funksiyası barədə sizə məlumat vermək idi. Təbii ki, son dönəmlər Çin avtomobilləri özlərini doğrultmağa başlayıblar və Avropa avtomobillərindən belə deyərdim, daha yaxşı və daha büdcə baxımından sərfəli avtomobillər istehsal edirlər. Bu avtomobillərdən də elə bariz nümunə kimi biz Tank 300 və Tank 500-ü misal göstərə bilərik və istəyirəm ki, Teymur bəylə biz, təbii ki, Teymur bəy mənim yol yoldaşım idi. Biz bu səfərdə, həmən səfər ərəfəsində və Teymur özü avtomobili test etdi, sürdü, həm Tank 300-ü, həm Tank 500-ü. İstəyirəm onun ilkin fikirlərini alım və sonra bir sonra nüanslar var ki, istəyirəm onu sizinlə bir diskusiya edək. İlk olaraq salamlayıram. Təşəkkür edirəm. Yəni həqiqətən də amma bizim bu havalla bağlı olan yürüşümüz çox gözəl idi. Buradan elə hava şirkətinin nümayəndələrinə təşəkkür bildirirəm ki, bizlə getdilər, bizlə yanımızda oldular. Yəni həqiqətən də orada hər bir şeyə görə dəstək oldular, kömək etdilər, sağ olsunlar. Gəlin keçək avtomobillərin test olmasının barəsində. İlk belə bir şey deyim də sizə. Biz səhər-səhər çıxanda təbii olaraq hamımız yuxuluyduq, biraz yorğunuyduq. Saat 4-də çıxmışdıq biz. Bəli, saat 4-də çıxmışdıq, yorğunuyduq. Amma ona baxmayaraq ilk olaraq avtomobili mən idarə etmişdim. Səhv etmirəmsə biz Qaradağa qədər siz sürdünüz. Qaradağa mən sürmüşəm, hə. Oradan sonra gördüm ki, biraz yox, yatmaq istəyirəm, verdim. Tacəddin ustamıza verdim. Yol boyu sürdü və demək olar ki, Füzuliyə qədər mən bir sərnişin kimi idim. İnansınız ki, Əli bəy, çox rahat idim. Yəni, arxada oturarkən normal istirahət eləmək olur. Hətta nahamar yollarında belə insana əziyyət vermir, ora-bura atmır, eləmir və bu... Heç bir diskomfort yaşamadınız? Yox, çox bir diskomfort yaşatmamışam və yaşamamışam. Ona görə o rahatlıq mənim üçün böyük bir komfort verdi. Tank 300 barəsində də sadəcə biz olaraq artıq Qarabağda olanda azdan çoxdan biraz test elədik orada. Avtomobili özüm də biraz baxdım, incələdim, maraqlandım. O həqiqətən də başqa bir aləmdir, nə bəyəndə. Tank 500 ilə Tank 300-ün yerlə göy arasında fərq var. Təbii, əlbəttə ki. Gəlin belə deyək də, təhcə söhbət... Hər ikisi ramal avtomobildir. Sadəcə olaraq Tank 500-ün qabaritləri daha böyükdür. Daha böyükdür, daha genişdir. Təbii olaraq ki, Tank 500-də oturanda sanki sən özü bir nəhəng böyük bir avtomobildə hiss edirsən. Təbii, əlbəttə ki. Adı da üstündədir. Və hətta bir şey qeyd edelim ki, biz bu Qarabağa daxil olarkən, postları keçərkən bizdən maraqlanırdı ki, tank nədir bu? Adı tankdır bunun. Adı yəni tankdır. bu nədir? Bu nədir? Hə, çox suallar verdilər bizə. Özlərinə də maraqlı gəldi ki, oradakı sakinlərin ki, yəni tank olaraq siz nəyə qeyd eləmisiniz? Biz dedik, yəni avtomobilin markası tankdır, adı tankdır. Tank 500 gedir. Biz onunla bağlı əziyyət çəkdik ki, insanlara həqiqətən də bunun adı tankdır da. Yəni deyib, hansı markadır? Hə, deyən ki, Haval markasının tank seriyasıdır və s. Hə, ondan sonra görürlər ki, hə, həqiqətən də bu başqa bir şeydir. Hətta gömrüyü keçərkən orada gömrükçülər belə bizdən maraqlanırdılar. Yəni yoxlanır zamanı ki, bəs bu nə avtomobildir, necədir? Maraq oyadır. Avtomobil bir sözlə desək, maraq oyadır. İnsanlarda görürsən ki, yolda gedərkən baxış var. Yəni o elə ki, yolda gəlsən görürsən. Nəzərləri özünə cəlb edə bilirsən. Bəli. İndi bir nüans var da. Burada tək avtomobilin özü yox, avtomobilin qiyməti də maraq yaradır. Çünki nəzərə alsaq ki, avtomobilin qiyməti 80.000 manatdır və 80.000 manat qarşılığında sən bu tipdə bir avtomobil alırsan. Avtomobildə 9 sürüş rejimi var. Avtomobildə masaj var ki, hansı da bütün yol boyu demək olar ki, Teymur masajdan istifadə elədi, özünün rahatçılığını təmin elədi ki, mən uzaq yola çıxıram və istəyirəm bu funksiyadan istifadə edeyim. Eyni zamanda mənə xoşuma gələn nüanslardan biri avtomobilin 360 və 540 dərəcədə, yəni avtomobil tam
olaraq görüntü kamerasının funksional olaraq öz öhdəçiliyini, öz boynuna düşən öhdəçiliyi kifayət qədər yüksək səviyyədə həyata keçirirdi. Nəyə görə? Biz orada dar küçələrdən keçəndə, dar belə deyək, ən çox döngələrdə və sənin sağında və solunda avtomobillər olanda kamera avtomatik olaraq həm deməli yuxarıdan görüntü verir. Həm yanlardan, bəli, 360, həm yuxarıdan görüntü verir, həm yanlardan görüntü verir ki, sənin həmin avtomobillə aranda olan məsafə maksimum dərəcədə nə qədərdir? Yəni bu avtomobili harasa sürtmək, vurmaq, nə bilim, təhlükə yaratmaq qeyri-mümkündür də. Çünki siz dediyiniz kimi nə qədər naşı bir sürücü olasan ki, sən bu avtomobili harasa sürtəsən. Bəli, hətta biz yolda sizin yadınızdadsa Tacəddin usta sürürdü artıq. Zolaq tutmasını test elədik. Bəli. Zolaq tutması yadınızdadırsa çox qəşəng zolağı tuturdu. Zolaqdan çıxarkən xəbərdarlıq edirdi. Bir şey necədir? Bu əslində xırda bir nüanslardır, amma o qədər insana xoş bir nüanslardır ki, yəni bu düzdür. Bəlkə kimsə deyər ki, mən bunu gündəlik neyinirəm ki, mən bunu gündəlik istifadə eləməyəcəm. Mən şəhərin tıxaclarında qalacam. Neyinirəm bunu mən? Və yaxud zolaq tutması da, əsas zolaq tutması uzaq yollara ehtiyac olur. Bəli, o elədir, amma ən azından təhlükəsizlik tərəfdən 360 kameranın olması, çəkilişin olması çox möhtəşəm bir şeydir. Yəni rahatlıqdır. Bundan əlavə olaraq masaj məsələsinə qayıdım. Siz dediniz ki, yəni izləyicilərimiz pis başa düşməsin ki, yəni yorulub deyə masajı qoşmuşuq. Yox, sadəcə olaraq test etməkdən ötəri ki, bu nə olan bir şeydir. Yəni bəli. Və orada maraqlı olan bir şeydir ki, masajın bir funksiyası deyil. Orada cürbəcür dalğalarla 8 rejimi var idi onun. Masajın 8 rejimi var idi ki, həm onurğanı, ayaqları, çünki onun alt hissəsi də qalxırdı ki, yəni sərnişin cəhətdən, yəni əgər qarşıda oturmuş bir sərnişinsənsə, sən ümumiyyətlə çox rahat bir yol gedirsən, məsafə qət edirsən. Hətta Teymur bəy, biz deməli orada rejimləri söndürdük. Bəli. Yəni ümumi boş yolda gedərkən rejimləri söndürdük ki, bu zaman avtomobil özünü necə aparacaq? Yumuşaqlıq cəhətdən. Bəli, yumuşaqlıq cəhətdən. Deməli, sizin bayaq dediyiniz zolaq tutma prosesi ki var idi, funksiyası. Biz funksiyaları söndürsək belə, avtomobil zolağı yenə də tuturdu. Bəli. Və hətta bir nüansı bildirimsə, biz deməli rejimi söndürmüşük, səhər saatlarıdır, saat 5-ə işləyib, yol gedirik. Teymur ötmə əməliyyatı etmək istəyir, yəni zolağı dəyişmək istəyir, avtomobil ona imkan vermir. Yəni sözün əsl mənasında o ərəfədə Teymur avtomobillə bir güc oyunu oynadınız ki, güc verməlisən ki, geçsin. O da nəyə görə? Bir nüans sizə bildirim. Mütləqi şəkildə zolağı belə dəyişərkən vacib olan odur ki, siz dönmə işığını yandırasınız. Dönmə işığı, bəli. Nəyə görə? Çünki mən özüm ilk öncə demədim. Biz bunu bilirdik. Sadəcə olaraq istədik ki, bir praktiki olaraq da yoxlayaq. Deməli, Teymur dönmə işığını yandırmadan avtomobili ötmə prosesini həyata keçirmək istəyirdisə, avtomobil ona şərait yaratmırdı. Yəni bildiyiniz sükanı döndərmək çox qəliz məsələdir. Bəli, mümkün deyil. Amma elə ki, dönmə işığını yandırırsan, rahat şəkildə zolağı dəyiş və yenidən zolağı qayıt. Yəni çünki sən düzünə hərəkət edirsən. Zolağı dəyişəndən sonra sən yenidən zolağı qayıdırsansa, avtomobil elə bir özünü daha rahat aparır. Çünki sən yenidən zolağı qayıdırsan. İkinci nüans. Bu bir tərəfdən də bizim indiki yeni nəsil sürücülərə məncə çox vacib bir məqamdır. Bəli, məqamdır. Çünki demək olar ki, dönmə işığından bizdə istifadə etmirlər. Elə bil ki, dönmə işığına bu avtomobildə oturanda deyəsən onu ümumiyyətlə ləğv etmək istəyirlər və yaxud da ki, özünə bir söz verir ki, mən bundan sonra avtomobilə oturanda mən dönmə işığı yandırmayacağam. Bu bizim yaralı məqamımızdır. Çünki biz dəfələrlə efirdə, çəkilişlərimizdə bu dönmə işığından istifadə etmə məqamlarını vurğulayırıq. Keçək avtomobilimizə. Teymur bəy, avtomobilin tək o funksiyası yox idi. Yəni avtomobilin tank kimi yerində dönmə. Bu da ən çox yolsuzluq şəraitində və dar məqamlarda istifadə olunurdu ondan. Bəli, biz onu orada test eləmək istədik. Sadəcə olaraq bəzi nüanslar var idi ki, yəni icazə verilmədi. Amma söhbət Haval tərəfdən yox,
Bəli, məkan cəhətdən. Çünki normal bir uyğun şəraitimiz yox idi, amma xırda bir testi apardıq. Sadəcə olaraq bəli, xırda qumsallıqda bəli ki, görə həqiqətən bu özünü həmin daşlıq yerdə özünü necə aparır? İnanırım ki, sizi avtomobil sadəcə olaraq qabaq təkərlər dayanır, arxa təkərlər işləyir və avtomobilin arxası fırlanır. Sənə lazım olan istiqaməti alır o istiqamətdə. Bəli, o yaxşı bir şeydir. Gözəl funksiyadır. Ondan da əlavə olaraq biz sizlə gələ belə deyək də, izləyicimiz deyəcək ki, hə, biz bu funksiyaları hamısı bilirik. Bu indi hal-hazırda Çin avtomobillərdə artıq demək olar ki, 80%, 90% mövcuddur və s. Aydın məsələdir. Elektronikanı bir tərəfə qoysaq, avtomobilin nahamar yolunda özünü idarə etməkdən söhbət eləyir. Yəni, askı sistemindən. Bəli, bəli. Əli bəy, açıq deyim, mən bunu avtomobili ilk dəfə oturarkən, mən avtomobildən bu performansı gözləmirdim. Mən deydim ki, yenə də kitaydır, yenə də nəsinti olacaq, nəsinə narahatlıq olacaq. Əgər sizin yadınızdadırsa, biz Şuşadan qayıdarkən Xankəndiyə gedirdik və orada tikinti işlərlə əlaqədar olaraq yol boyu harca bir rahat bir, bəlkə bir 10 kilometrdən çox bir məsafə var idi ki... Sırf, bəli, grunt yol idi. Grunt yol idi, hə. O grunt yolda mən marağa və təbii olaraq ki, havanın nümayəndəsinin tərəfinin icazəsi ilə orada biraz sürətimi qaldırdım. Yəni, normalda 20-30 kilometrdən yox, biraz sürətimizi qaldırdıq və inanırsınız ki, siz də yanımızda oturmuşdu. Yəni, orada bir damcı olaraq belə də ki, narahatsızlıq hiss olunmadı. Yəni, manevrdə istər olardı, istər bu grunt yollarının askı sistemi özünü möhtəşəm idarə edirdi. Nə mənada? Alt hissədən heç bir vibrasiya gəlmirdi. Nəinki alt hissədən, hətta mühərrikxanadan belə. Çünki maksimum dərəcədə mühərrikxananın izolyasiyası elə təşkil olunub ki, biz burada avtomobil tərifləmirik, sadəcə olaraq orada gördüklərimizi və yaşadıqlarımızı sizinlə bölüşürük. Mühərrikxananın izolyasiyası elə olunmuşdu ki, biz həmən grunt yolda hərəkət edərkən və sürət həddini biz yəni maksimum dərəcədə qaldırmamışıq. Buradan sizə vurğulamaq istəyirəm ki, bizim maksimal sürət həddimiz orada 70-80 idi. Çünki grunt yolda sən 70-80 sürməyin, biz onu saatlarla sürməmişik. Sadəcə olaraq harca bir 500-600 metr məsafə ərzində biz bunu test elədik ki, o halda avtomobilin mühərrikxanası, askı sistemi, ümumiyyətlə avtomobilin vibrasiyası özünü necə göstərəcək? Pəncərələri qaldırmışıq, grunt yolda gedirik 70-80 km/saatda qısa bir məsafəni. O halda belə salonda heç bir xışıltımı deyim, heç bir vibrasiyanı deyim, eşidilmir. Həqiqətən eşidilmir. Hətta biz musiqini qoşmamışdıq. Bəli, sırf musiqini qoşmamışdıq, dinləmirdik ki, yəni bütün incəlikləri eşidə bilək, bütün səsləri eşidə, bəlkə ümumi gövdədən səs gələ bilər. Yəni avtomobilin çox vaxt digər Çin avtomobillərində biz bunun şahid oluruq. Nahamar yolda, hər hansı bu qunut yollarda avtomobil böyük sürətlə və yaxud da ki, daha aktiv şəkildə, dinamik şəkildə sürüş edərkən avtomobilin gövdəsindən bəzən qıraqdan qulağa uyuşmayan səslər eşidilir. Və yaxud panorama lükundan səs gəlir, yəni o da olur. Bəli, bəli. Panorama yerindən oynaya bilir, bəli. Oynaya bilirdi, amma burada biz heç bir şey müşahidə eləmədik. Bir-iki dənə də belə maraqlı funksiyalar var idi ki, mən diqqət elədim ona. Arxada oturarkən mən panorama lükunu açırdım. Maraqlı idi ki, yəni arxada oturarkən yuxarı baxırsan, hava artıq açıqlıdır, maraq oyadır. Amma biz avtomobili ki, harasa bir çatıb avtomobili söndürərkən o panorama lükü avtomatik bağlanırdı. Özü bağlanırdı. Bəli, özü bağlanırdı. Siz inansınız ki, mən yəni yadıma gəlmir ki, hansısa bir digər markalarda bunu görün. Bəlkə də var, artıq var, yetərincə olar, inanmıram ki, olmasın. Amma maraqlı bir funksiyadır. Olur, insan avtomobildən düşür, yadından çıxır onu bağlamağa və s. və yaxud avtomobil içində nəsə elə bir əşya qoyursan ki, o gün şüasını qorumaqdan ötəri də belə deyək. O gün şüası onu lükdan yandırıb püskünə qoya bilər, nəsə ziyan verə bilər. Bu maraqlı bir şeydir ki, o bağlayır, həmin o ştorka deyilən bir şeydir. Ştorkanı bağlayır və günəş şüalarının salona düşməsinin qarşısını alır. Teymur bəy, keçək mövzumuzun ikinci etapına. Söhbət Çin və Avropa avtomobillərinin müqayisəsindən gedir. Deməli, 2 gün bundan öncə mən yenidən havalı bağlı bir paylaşım elədim öz YouTube səhifəmizdə və hal-hazırda həmən baxış indilərdə 57-58 min baxış olmalıdır. Bizim
kütlənin, ölkəmizin kütləsinin əksəriyyətini cəlb elədi. Bu avtomobilin öz-özünə park etmə funksiyası, parklanması və çoxlarının mənə dediyi bir sıra nüanslar var idi. Hansı nüanslar? Bu avtomobillər oyuncaqdır. Bu avtomobillərin ustası yoxdur. Belə bir avtomobil nəyə görə lazımdır ki və Çin vaxtdan normal avtomobil istehsal eləməyə başlayıb. Gəlin növbələşək, bu suallara cavablandıraq. İlk sual o idi ki, Çin avtomobil nə vaxt? Çin bu avtomobil oyuncaqdır. Oyuncaq avtomobillər istehsal edir. Yox, mən elə deməzdim. Bir şey necədir? Düzdür, var. Elə bir Çin avtomobilləri var ki, marka olaraq, yəni adını çəkmək istəmirəm. Amma həqiqətən də iqruşkadır. Oyuncaq. Oyuncaqdır, bəli. Hətta bir neçə gün bundan qabaq biz həmkarımla birlikdə bir avtomobilin yanına getmişdik. Yolda qalmışdı. Avtomobilin qəfildən yəni qabaq paneli işıqları cürbəcür yandı. Avtomobil söndü və bloklandı. Söhbət Çin avtomobilindən gedir. Söhbət Çin avtomobilindən gedir. Yenə də markanı qeyd etmək istəməyəcəm, amma yəni populyar markalardan biridir. Ay nə bilim belə axtaraq, filan şeylə, onu eləyək, avtomobil heç bir xoda düşmür. Bəzən belə şeylər olur. Yəni artıq bunun servis lazımdır. Amma mən həmişə demişəm ki, Çin avtomobilini seçərkən gəlin ilk olaraq yəni avtomobil hardan yaranıb və necə yaranmağını öyrənək. Yəni bu avtomobil əzəldən nə istehsal edib, ondan qabaq sonra nələr indi istehsal edir və hansı formada, hansı mühərrikləri götürür, istehsal edir, hansı digər markalardan askı sistemindən istifadə edir. Bu böyük bir rol daşıyır. Təbii. Çünki eləsi var ki, Çin bazarı ümumiyyətlə bir şey necədir? Onlar düşünürlər ki, ekonom və insanların büdcəsinə uyğun olsun. İnsanların büdcəsinə uyğun olarkən nə deməkdir? Avtomobili təbii olaraq dəmir parçası zəif buraxılır, yəni çox nazik olur. Ümumiyyətlə, onun belə deyək də, ən əsas qorucu hissələri çox zəif olur, mühərrik hissəsi zəif olur və s. Bunlar da sabahların bazarda problem olarkən deyirlər ki, Çin avtomobilləri oyuncaqdır. Axı siz gedib Çin avtomobilinə, belə deyək də, bir Lorda 15 min, 20 min AZN pul verərkən yeni 20 minə 20 min, 23 min olsun. Hal-hazırda populyar markadır, 23 min manata satılır. Bəli. Hamı onu alır, mən razıyam. Sıfır avtomobildir, 0 kilometrajdan funksiyası olan bir avtomobil alırsınız. Amma avtomobilin öz keyfiyyəti nə səviyyədədir? Bəli, yəni onu artıq, amma həmin o siz dediyiniz markanın daha prestij segmentləri var. Təbii, əlbəttə. Hansı ki, artıq dəmir işləmələri, mühərrik işləmələri, askı sistemi tam fərqli bir formadadır. Hətta batareyanın belə işlənməsi başqa bir formada işlənir. Sizi inandırım bilsinəyə, mən bunu dəfələrlə şahid olmuşam. Ən çox bu alıcılar ki var, avtomobili alırlar, onlar bildirirlər ki, mənim maksimum dərəcədə ucuz bir şey olsun. Yəni, sifariş verirlər, bəli, söhbət bizə gətirilən və ya X bir ölkəyə gedən həmin bir məhsulun, istər təkər olsun, istər ehtiyat hissəsi olsun, istər avtomobilin özü olsun, elektronikası olsun, bəli. Bunun orijinal, keyfiyyətli versiyası da var. Bəli. Və daha aşağı segmentdə olan versiyası var da. Yəni, mən belə fikirləşirəm ki, 20 min manat civarında, çoxları indi şərhlərdə bizə bildirə bilərlər ki, 20 min civarında işlənmiş Avropa avtomobili ala bilirsən. Bəli. Okey, əla. Amma onun ili də üzərindədir. Amma gəlin bir şey də etiraf edək ki, 20 min AZN-də biz dostumuzla birlikdə yaxın günlərdə 20 min AZN-ə biz avtomobil axtarırıq. Avropa və yaxud Amerika olsun, nə bilim, digər ölkə olsun, Yapon ölkəsi olsun. Təsəvvür gətirir ki, biz 20 min AZN-ə normal avtomobil tapa bilmirik. Tapa bilmərsiniz. Yəni, söhbət gedir, artıq ikinci əl bazarından gedir də. Təsəvvür gətirin ki, ikinci əl bazarı bu dəqiqə elə bir vəziyyətdədir ki, normal avtomobil 20 minə demək olar ki, yoxdur. Teymur bəy, 20-30 ilin Mercedesi hal-hazırda bizdə Azərbaycanda 27 minə, 28 minə təklif olunur. Yəni, həqiqətən, bəli, bilirsiniz necədir? Çoxları bir nüansı bildirirlər ki, bu avtomobil sözünü deyib, möhkəmdir. Axı, bu avtomobil realitet avtomobil deyil. Mən razıyam, avtomobil öz sözünü deyib. Amma bir nüans var. Sən 30 ilin avtomobili ilə indi istehsal olunan, lap elə bayaq adımızı çəkdiyimiz həmin o brend ki var, Avropa avtomobillərini nəzərdə tuturam. İndiki dövrdə istehsal olunan avtomobillər daha marketing yönümlü avtomobillərdir. Bəli.
Daha marketli. Elədir. Çünki baxın, növbəti günlərdə biz bundan bir gün öncə, bir ya 2 gün öncə bizim yenidən səhifəmizdə elə dediyimiz markanın avtomobili və 2 Avropa avtomobili askı sistemi müqayisə olunurdu. Çoxları bundan əvvəlki biz video paylaşanda hardasa bir 6 milyona yaxın baxış yığdı ki, mümkünatı yoxdur. Çin avtomobilidir. Siz köhnə bir avtomobilləri müqayisə edirsiniz Çin avtomobili ilə. Yəni söhbət Avropa avtomobilindən gedirdi. Sırf 2024-cü ilin avtomobilləri, hər biri 2024-cü ilin sonu dekabr ayında təqdim olunmuşdu. Çin avtomobili, 2 Avropa avtomobili. Və onları da həmən o askı sistemi niyə bərbad gündədir deyim, nəyə görə sürətəmə fikir verirlər. Mühərrikə deyəcək, mühərrikdə də mən son dönəmlər Avropa avtomobillərində normal mühərrik görmürəm. Çünki biz Tacəddin bəylə müqayisə elədik, Tacəddin bəygilin servisinə belə cəmi 7 ilin avtomobili idi. 7 ilin avtomobili idi. Yəni avtomobil servisdə göstərilən 100 mini keçəndən sonra avtomobilin mühərriki döymüşdü. Təəssüflər olsun. Yəni yenə də biz gəlib nəyə çatırıq Əli bəy ki, ona ki deyənlər ki, Çin avtomobilləri iqruşkadır, oyuncaqdır. Bu artıq biraz belə məsələ elədir ki, yəni 50-nin 50-yədir də. Nəyə görə? Çünki burada nəzərə alsaq ki, əgər siz gedirsiniz, yenə də suala cavab verirkən digər sualımıza keçək. Məsələ ondadır ki, əgər siz gedirsiniz, ucuz avtomobil axtarırsınızsa, bəli, təbii ki, iqruşkadır. Amma heç nə demirəm, siz elə gedib havalan tank 500-ünü, tank 300-ünü bir dənə test drive edin. Baxın, görün o avtomobil necədir. Yeri gələndə Yapon və digər Koreya markaları var ki, onlardan bəlkə də üstün ola biləcək. Çünki qiymət cəhətdən. Bəli, qiymət cəhətdən də, bəli. Yapon avtomobilini bizim saydığımız funksiyalarla demək olar ki, indi Yaponlar 100 plus olacaq da. Yəni 100 plus olacaq, bəli, bəli. Gəl olacaq polibomu da. Yəni hər halda. Amma digər məsələlərdə elədir ki, yəni orada Kitay maşında siz bunu məsəl üçün 80 min civarında bəli, tam full versiyasını əldə etmək olur. Bir nəyi vurmaq istəyirəm? Biz burada aparıcı canlıda bizim izləyicilərimiz suallar ünvanlayırlar. Çünki həmkarım burada canlı açıb və verilişi qıraqdan canlı olaraq da izləyə bilirlər. Sonradan biz bunu təbii ki öz YouTube səhifəmizə yerləşdirəcəyik. İzləyicimizdən biri belə bir sual ünvanlayır ki bizə. Çin avtomobili və Avropa avtomobili arasında qalsanız indi nəyə götürərsiniz? Mən istəyirəm birbaşa sizə ünvanlayım Teymur bəy sualı. Ağır sualdır əslində. Yəni nəyə görə? Mən yenə də orada Çin avtomobili seçərkən mən mütləq şəkildə markaya önəm verəcəm və onun tarixçəsinə. Biraz titiz adamam elə şeylərdə. Ona görə mənim üçün onun üzərində olan avtomobilin mühərriki nədir, hansı növdədir, transmissiyası hansı növdədir, askı sistemi nədir və s. kimi modellər. Bir şey necədir? Bəzən bizi bu elektronika sisteminə aid olan şeylər var, o belə deyək də, masaj falan. Bəli. Onlar bizi elə ki gözümüzü örtürlər. Tək söhbət Çindən getmir, digər markalar. Bəli, əlbəttə ki. Bu bizi örtür, amma biz nəzərə almırıq ki, bunun avtomobilin askı sistemi nədir və yaxud ümumiyyətlə sürətlər qutusu nədir. Mən təbii olaraq ki, bu seçimdə yaxşı marka olaraq Çin avtomobilini seçərəm. Yaxşı marka olaraq. Yaxşı marka olaraq və təbii olaraq ki, büdcəm əgər imkan olsa ki, belə deyək də, tank 500 avtomobilə kimi, yəni belə bir avtomobilə pul verməyə, yəni büdcəm olsa, mən ona verərəm. Mən özüm şəxsən tank 300-ü çox bəyənirəm. Həm onun Qobustanda test drive-ında iştirak eləmişəm. Həm avtomobili kifayət qədər sürüb test olaraq sürüb yoxlamışam və onu bildirmək istəyirəm ki, tank 300 avtomobili, yəni bir yolsuzluq avtomobili kimi, əgər daha böyük qabaritli avtomobil istəmirsənsə, bəli, şəhər tipi və şəhər manevri və eyni zamanda təbii yol tam olaraq sırf yolsuzluq avtomobilidir tank 300. Bu tank 300-dən istənilən yolsuzluq şəraitində avtomobili test edə bilərsiniz, rahat şəkildə məsafələri və rayonları, şəhərləri qət edə bilərsiniz. Mən özümə şəxsən tank 300 modelini alaram. Qiyməti də münasibdir. Yəni o segmentdə, o parametrdə avtomobillər yenə də 100-ün üstüdür. Yenə də 100-ün üstüdür. Amma tank 300-ü biz cəmi 67 min manata əldə edə bilirik. Tam full kompleksli. Yenə də burada
biz havalla yola çıxmışıq deyə danışmırıq. Biz sadəcə olaraq ümumi Çin avtomobillərindən danışırıq və avtomobildən danışdıqdan sonra da biz nəzərimizi yetiririk sırf avtomobilin özünə. Yəni bu videonu bir cür bizim səfərimizin incələnməsi olaraq da qəbul edə bilərsiniz. Çünki siz gedib gələndən sonra təsərrüfatları bölüşmək, fikirləri bölüşmək, mən avtomobili sürmüşəm, uzaq məsafəyə gedib gəlmişəm. Gediş-gəliş hardasa biz gedəndə Sabirabad yolu ilə getdik, düzdür, qaydanda Kürdəmir yolu qayıtdıq. Ağdam yoluna Kürdəmirə qalxdıq. Yəni gəliş yolumuz da bir qədər özümüz qəsdən uzatdıq ki, baxaq ki, avtomobilin özünü uzaq yollarda necə göstərir, biraz nahamar yollarda necə göstərir. Yəni orada məsələ nədə idi? Geniş, eniş söhbəti var idi. Yəni avtomobil yuxarı, aşağı qalxmaq elə zəfər yolu, belə deyək də bir ilan kimi bir yoldur. Bəli. Orada enişi, yoxuşu kifayət qədər, hətta qar var idi bəli yollarda. Yəni biz əslində oraya yolumuzu özümüz qəsdən deyək ki, belə orayla getdik ki, yəni avtomobili tam test eləmək, yəni belə baxanda Əli bəy, avtomobili düz yolda test eləməyə nə var ki? Təbii, çıxdın yol, bəli, sadəcə düz yolda. Amma nahamar yollarda istifadə və test etmək və bunu insanlara göstərmək daha doğrudur. Bir çox mən baxıram ki, göstərirlər ki, hə, avtomobil nə bilim düz yol getdi, əladır. Amma elə deyil axı, avtomobili nahamar yollara salmaq lazımdır. Yəni o askı sistemi yoxlamaq lazımdır. Baxaq görə bir vəziyyəti necədir, özünü necə göstərir. Sükan əlində saxlayarkən, nahamar yolla gedərkən əlindən çıxırmı sükan, yoxsa yox, səs-küy və s. Söhbət Haval brendindən getmir. Ümumiyyətlə biz indi Haval brendindən belə qismət oldu ki, getdik Şuşaya. Amma hal-hazırda mənim fikrimcə bir çox Kitay markaları, Çin markaları var. Çin markalarını zaman gəldikcə özünü doğrudacaqlar. Təbii, əlbəttə ki, bu bizim sadəcə olaraq bir səfərimiz idi. Bizim təbii ki, qarşıda digər səfərlərimiz var, planladığımız səfərlər ki var. Biz bu səfərləri istəyirik avtomobillərlə çıxaq. Təbii ki, nəinki burada, hətta ölkələr arası bir sağlıq olsun, sənədlər açıldıqdan sonra biz istəyirik ki, test olaraq avtomobillərlə yaxın qoşun ölkələrə bəli, gedək, həm avtomobili test edək və onu da vurğulamaq istəyirəm ki, qısa bir nüans, biz avtomobili tam dolu çənlə sürdükdə təbii ki, normal və stabil sürüşdən söhbət gedir. Orada bizim YouTube-da da biz videonun sonunda özünüz baxa bilərsiniz. Biz orada Teymur bəylə bir xırda mərcə girdik və mən orada bildirdim ki, tam dolu çən bizə gedişi və qayıdışa kifayət qədər, yəni bəs eləyəcək, tam olaraq bəs eləyəcək. Teymur bəy dedi, bəs eləməyəcək, çünki avtomobil qabaretli avtomobildir. Təbii mən də hardasa Teymurla razılaşırdım hardasa. Çünki təbii ki, böyük və qabaretli avtomobilin sərfiyyatı da çox olmalıdır. Amma bir məqamı vurğulamaq istəyirəm ki, bu avtomobillər hibrid avtomobilləridir, hibrid mühərrikləridir və yürüyüş zamanı da hibrid kifayət qədər sizə yanacağa qənaət eləməyə şərait yaradır. Təbii ki, biz saat 11 radələrində gəlib çatanda havalın qarşısına, orada bizə bildirdilər ki, biz özümüz xırda bir video çəkdik, orada göstərdik ki, bizim hələ kifayət qədər yürüyüş məsafəmiz qalmışdı. Yəni, sırf yanacağa görə. Teymur, sənə minnətdarlığımı bildirirəm. Məndən həm bir, belə deyim də, bizim səfərimizi analiz etməyə mənə köməkliyi göstərdin. Sənin fikirləri aldım Çin avtomobillərinə bağlı. Biz, inandırım sizə, veriliş boyu belə, radioda verilişlərimizdə belə, biz Çin avtomobili və Avropa avtomobillərini müqayisə etdikdə bizim verilişin müddəti belə bizə çatmır. Söhbət açır, məqam açır, ideyalar, fikirlər, sizlərdən bizə mesaj gəlir, onları araşdırırıq, cavab veririk. Bu, böyük bir mövzudur. Təbii ki, yaxın zamanlarda biz növbəti Çin brendlərini də yenə də test edib sizə geri dönüş edəcəyik. Teymur bəy, minnətdaram. Bu mövzuda mənə köməklik göstərdiyinizə görə növbəti bizim çəkilişlərdə sizi yenidən gözləyəcəm. İnşallah. Mən bir şey də vurğulamaq istəyərdim ki, ümumiyyətlə 21-ci əsrdir, avtomobili seçərkən araşdırın, maraqlanın, ondan sonra bir qərar verin, amma marka əsas odur ki, Azərbaycanda neçə ildir mövcuddur, onu mütləq maraqlanın. Çünki bu diller olmağını böyük bir önəm daşıyır və təbii orada ehtiyat hissələridir, güc aqreqatlarına cavabdehlikdir. Bunlar hamısı şərtdir. Düzdür, razıyam sizdən Teymur bəy. Dostlar, belə bugünkü mövzumuzu kifayət qədər zənnimcə araşdırdıq, gedişimizi və bizim
Şuşaya yürüşümüzü analiz elədik. Növbəti çəkilişlərdə görüşənə qədər özünüzdən müğayət olun, çalışın. Yol hərəkəti qaydalarını pozmayın ki, cərimələnməyəsiniz.